İslam Media TV təqdim edir. Salam hörmətli tamaşaçılarımız, xoş gördük hər birinizi İslam Media Televiziyasının efirində. Dəyərlərimiz verilişinin növbəti sayındayıq və növbəti sayı isə bizim Borçalının gözəl ellərindən olan Təkəli elindəyik. İnşallah bugün də biz Təkəli elinin yenə də dəyərlərinlə, tarixinlə, adət ənənəsi ilə maraqlanıb və bizi və sizi maraqlandıran hər şeyi çəkib sizlərə təqdim edəcəyik. Yurdum yuvam, ay əziz kəndimiz, azad abad, ay gözəl kəndimiz. Yurdum yuvam, ay əziz kəndimiz, azad abad, ay gözəl kəndimiz. Gözəl olur səndə yay qış bahar, gözəl olur səndə yay qış bahar. Yaşın neşəli, ömrün nəşəli, sevirəm səni gözəl kəndimiz. Yaşın neşəli, ömrün nəşəli, sevirəm səni gözəl kəndimiz, 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 kəndimiz. Dəyərli tamaşaçılarımız, vaxt ötdü, vədə yetişdi, yenə sizlərin görüşünə gəldik. Bugün biz qədim kəndlərdən olan Təkəli kəndinin tarixi keçmişi, adət ənənəsi və milli mənəvi dini dəyərlərindən danışacağıq. Verilişimizin adəti üzrə ilk baş çəkəcəyimiz məkan isə çox ağır talelər yaşayan və bu gün də uçma təhlükəsi ilə üz-üzə duran və təmir olunacağı günü gözləyən İmam Həsən əleyhissalam adına məscid oldu. Hörmətli tamaşaçılarımız, Təkəli kəndinə biz artıq daxil olduq və elə Təkəli kəndində ilk ziyarət edəcəyimiz yer Təkəlinin İmam Həsən əleyhissalam adına olan məscididir. Dəyərli tamaşaçılarımız, biz bayaq da qeyd etdiyimiz kimi artıq Təkəli kəndinin məscidindəyik və məscidin axundu da hal-hazırda bizim yanımızda əyləşib. Əvvəlcə istəyərdik axundumuzun özünü tanıyaq və ondan sonra inşallah söhbətimiz davam eləyər. Axund ağa, xoş gördük. Çox sağ olun, təşəkkür edirəm gəldiyinizə görə. Allah razı olsun. Ağa, əvvəlcə tamaşaçılarımıza özünüzü təqdim eləyərdiniz, adınız, soyadınız və harada təhsil alıbsınız o haqda. Fəxrəddin Hacıyev, mən Gəncə Qazaxlar məscidinin nəzdində olan mədrəsədə də 1 il təhsil almışam. Sonradan biz də Tiflis Cümə məscidinin nəzdində Haqq Yolu mədrəsəsinin 2 illik, yəni ki, oradan da bizim sənətimiz var. Oranı bitirmişəm. Və ondan sonra da siz nə vaxtdan burada fəaliyyət göstərirsiniz? 95-ci ildən bəri elə ki, institutu, elə mədrəsəni ki, orada bitirib gəlindən sonra belə bizim burada dini təbliğatımız var. Əvvəlcə bu məscidin özündə yox, məscidin qarşısında olan fin evi deyirik. Orada biz bir neçə illər orada məhərrəmliyi və dini ayinləri orada icra elədik. Çox gözəl. Hal-hazırda məsciddə namaz qılınırmı, əzan verilirmi? Bəli, bizim azanımız da vaxtı-vaxtındadır, namazımız da, cəmaət namazımız da olur və ümumilikdə günorta bir də axşam, şam, işa namazında cəmaətlə bərabər olur. Ən azından bir 20-30 nəfər namaz qılanımız olur. Amma belə say etibarından götürəndə bir 50-60-a yaxın namaz qılanımız var. İndi müəyyən şəraitlə qədər olaraq yəni ki, Türkiyəyə, Bakıya, Şəkiyə işləməyə gedənlər olur möminlərdən. Yəni onda 15-20 nəfər arasında bu cür namaz qılanlarımız gündəlik var. Dərs necə? Dərs keçirir? Həftənin elə bir 3, bir də 5-ci günləri saat 5-də biz, yəni dərsimizin vaxtıdır, yəni dərs veririk. Biraz da istəyərdik ya bizə məscidin haqqında söhbət eləyərdiniz. Bu məsciddən qabaq məscid olub bu, yoxsa nə cür belə bildiklərinizdən deyərdiniz? Məscidimiz, yəni bu indiki buradakı məsciddir. Bu məscidin, yəni ki, tarixçəsi bu cüzdür ki, çox qədim olubdur.
tarixən 18-17-ci əsrlərin əvvəllərinə gedib çıxır. Burada Həsən bəy Yadigarov, yəni bu məscidi inşa elətdirən, hansı ki məscidin həyətində də onların məzərləri var. Həsən bəy Yadigarovun özüdür, xanımı Rüxsarə xanım, İstara xanım və qaynanəsi Rüxsarə xanım. Yəni ki, məscidin həyətindəki o qəbirlər onların qəbirləridir. Məscid 2 qatdan ibarət olub, 2 mərtəbəli olubdur. Alt qatında kişilər üçün, üst qatında qadınlar üçün. Yəni bizim qoca babalarımız yəni ki bizə çatdırıb deyiblər ki, bu cür məscid imiş, çox uca bir minarəsi var imiş. Bəzən deyirlər ki, Sadaxlıdan meşə başından baxanda minarənin üstünün kümbəzi görünürmüş, Qazaq tərəfdən də baxanda yenə də. Yəni çox belə görkəmli məscid olubdur. Sovetlər vaxtında, yəni Sovetlərə xoş gəlsin deyəm, belə deyək ki, özümüzün içərimizdən olan insanlardan, yəni ki, o vaxtın kolxoz sədri deyək, yəni ki, Sovetə xoş gəlsin deyəkdir, ya Sovet dönəmi deyəkdir, yəni bunu sökməyə qərar verirlər. Məscidi sökürlər, məscidin müəyyən əşyalarını, şamdanları var imiş ki, hansının ki, Həsən bəy Yadigarov onu Fransadan gətirilmiş, gözəl şamdanları var imiş. O şamdanları aparıblar, məscidin minarəsini sürüblər, məscidin özünü sürüblər. Məscid ambar kimi sonradan Sovetlər Birliyində ambar kimi istifadə ediblər. Sonralar da yaxın vaxtlarda da ki, məsciddən klub kimi istifadə olunurdu. Və biz də qərar tutduq 2000-ci ildə biz buranı aldıq. O gündən ta bu günə ki, yenə biz öz dini fəaliyyətlərimizi, tədrislərimizi, dini ayinlərin, bayramlarımızı, matəmlərimizi, doğumlarımızı, mövludlarımızı, yəni dini ayinləri burada icra edirik. Hal-hazırda məscidin durumu görünür ki, elə də yaxşı deyil. Bəli, məscid uçmaq üzrədir, təhlükə üzrədir. Yəni ki, məscidin divarları o dövrün inşasından torpaqla, yəni ki, bu simintlə istifadə olunmuyubdur. Adi sarı torpaqla hörülübdür. Yəni indi təhlükədir. Yəni ki, arxa divarları çökmək üzrədir. Yəni ki, axır qabarıbdır. Yəni hər bir hansı bir təhlükə ilə üzləşə bilərik. Ağacan, burada yəni məsciddə məhərrəmlik məclisləri nə cür olub bugünkü gün və bundan əvvəl nə cür olub? O haqqda biraz bizə məlumat verərdiniz. Keçmişdə Seyid Suca Həşimoğlu deyərdi ki, Sovetlər dövründə biz evlərdə keçirirdik ki, çox vaxtı da bizi kontrola gələndə, bizi izləyəndə yəni bir nəfər deyir, uzanardı, elə bil ki, yeni dünyasını dəyişmiş kimi, yəni ki, bura gələndə bir ölü mərasimi kimi bilinsin deyən. Yəni, o dövrdə yəqin ki, Sovetin kəşfiyyatı onları izləyirmiş, müəyyən təqiblərə, təsirlərə məruz qalıblar. O cümlədən ki, bu seyidlər də 8-ci İmam Rıza əleyhissalamın törəmələrindəndir. Onlar çox azancaqlı həyat tərzləri olubdur. Mən 95-ci ildən məhərrəmliyə ki, kənd evlərində olurdu, məclislərdə iştirak edirdim və belə qərara gəldik ki, cəmaatın evində bu əhali sıxışmır. Yer məhdud olur, sıxlıq olur. Kəndin mərkəzi olduğuna görə, həm də bura kəndin məscidin həyəti olduğuna görə bizim burada fin evi deyilən taxta evdən 95-dən 99-a kimi biz orada məhərrəmliyi keçirdik. Çünki qıraq kəndlərdə məscid olmadığına görə biz də burada dini fəaliyyətimiz geniş olduğuna görə Xancıqazı kəndi idi, Kirəçmalı kəndi idi, Ağamməddi idi, Qaçağan idi. Bu ərazidəki olan insanların hamısı 10 günü gəlməsə də Aşura günü hamısı burada yetkinliklə hamı burada olurdu. Yəni insanlar yerdən baxanda elə bilərdin ki, insan dəniz kimi dalğalanır. Yəni həyəti bu ərazidə insanları sayını tutmur. Məhərrəmlik Aşura, yəni cəmaatın çox belə inam yeridir və İmam Hüseynə aşiq olduqlarını bildirirlər və biz də bu yolda əlimizdən gələni əsirgəmirik. 2001-ci ildən də yenə burada hər bir vaxtı, hər ilin öz
aşurası olubdur və öz məhərrəmliyimiz yəni burada geniş olubdur, keçirilir. Bu cümlədən məhərrəmlikdən başqa da ki, burada Ramazandır, qurbanlıqdır, müqəddəs günlərimizi, Peyğəmbərin mövlududur və məsumların 14 məsum ki, bu mövludlar doğum günlərdir və onları qeyd edirik. Məhərrəmlik də bizim cəmaatın axını çox olur və bizim məscid də gördüyünüz kimi qəzalı bir vəziyyətdədir. Arxa tərəfdən divarları sökükdür, çartdır və insanların cəm şəkildə bu məscidə daxil olmağını biz belə təhlükəli sayırıq ki, nəsə qəza ola bilər, nəsə bir hadisə ola bilər. Ona görə biz müəyyən təşkilatlara, idarələrə, dini idarələrə müraciət eləmişik ki, bu barədə bizə öz yardımlarını eləsinlər. O cümlədən də bəlkə elə bir xeyriyyəçi qardaşlar, insanlar tapıla bilər ki, onlar da öz köməklərini bizdən əsirgəməyələr, bu məscid yenidən inşa olunur. İnşallah biz də onlara duaçı olaraq və Allah da onların əcrini, savabını müjdələyər. İslam Media TV kanalına da böyük təşəkkürümüzü bildiririk ki, bizi bugün gəldilər, işıqlandırdılar. Bugün bizi, məscidimizi, İmam Həsən adına olan məscidimizi efir vasitəsilə mömin qardaşlara, mömin bacılara təqdim edirlər. Çox sağ olun. Allah sizi müvəffəq eləsin. Sağ olun. Beləcə bizi maraqlandıran bütün suallara məscidin axundundan cavablar aldıq və biz də bu məscidin tezliklə abad və təmir olunması arzusu ilə sağollaşıb Təkəli kəndində gəzintimizi davam etdirdik. Növbəti baş çəkəcəyimiz yer isə bu kəndin hörmətli və dəyərli seyidi olan Seyid Suca Ağanın evi oldu. Hörmətli tamaşaçılarımız, biz Təkəli elindəyik və Təkəli elində eşitdik ki, burada bir hörmətli və məqamı yüksək olan bir seyid var, yəni Seyid Suca Ağa. Biz hal-hazırda həmin Suca Ağanın evindəyik və bizim yanımızda da ağanın evlatları oturublar. Əvvəlcə onların öz dilindən onları tanıyaq. Ağalar, xoş gördük. Xoş gəlirsiniz. Mən öz adımdan və kəndimizin cəmiyyəti adından sizə öz minnətdarlığımı bildirirəm. Gözəl bir proyektə addım atırsınız. Dünyanın belə çalxanma müddətində, hansı ki İslam dünyası qan gölünün içində boğulduğu bir vaxtda siz dini mövzuya toxunursunuz. Bu həddən artıq məni çox sevindirdi. Mən sizdən çox razıyam. Bu attığınız addıma görə də mən öz minnətdarlığımı bildirirəm sizə. Mən Suca Həşimoğlu'nun ikinci evladıyam. Adım Seydəlidir. Məndən kiçik qardaşım Ağa Sərfdir. Böyüyümüz yəni burada olmadığına görə Mir Arifdir. Hələ Rusiyada yaşayır. Burada iştirak edə bilmir. Belə. Şükürlər olsun ki, evimiz, ailəmiz, nəvələrimiz yaşlaşdıqca bu davamiyyət var. İstəyərdik bizə indi biraz Suca Ağanın həyat tərzindən danışasınız və onun burada bu ildə etdiyi o işlər ki var, məsələ deyək, məclislər də iştirak ediblər, məclislər, qruplar. Ümumiyyətlə yaşayış tərzindən bizə biraz deyərdiniz. Atamın yaşayış tərzi belə deyək ki, ali təhsil olubdur. Uzun müddət müəllim işləyib. Yəni bu onun fəaliyyət müddəti Sovet dövrünə düşdüyünə görə, yəni dini fəaliyyəti mən belə deyərdim çox məhdud alınıbdır. Yəni elə hər tərəfdən təzyiq olduğuna görə açıq-eşkar elə güclü fəaliyyət nəzərə çarpacaq dərəcədə olmayıbdır. Yəni aydın məsələ hamı bilir ki, Sovetin vaxtında Allah'a qurban olma, Allah demək belə günah sayılırdı. Amma buna baxmayaraq, atamın doğma bağışçısı Seyda mamamız dini məhrəmlikləri, başqa dini böylərdə gizlin şəkildə, açıq şəkildə heç nə mümkün deyil idi. Ancaq o fəaliyyəti davam elətdirirdi, eləyirdi. Yəni məsciddə qoyulmayan bir devirdə o öz evində Xeyr, məscid belə demək olar ki, Sovet müddətində Sovetə qədər də o meçidi darmadağın edib
hansı ki gözəl bir minarəsi varmış, o da sökülüb dağıdılıb. Sonra da Sovetin o quruluşu ki, hansı ki İslam dininə çox zid idi, onda da o sklat kimi istifadə olunubdu. Uzun müddət sklat kimi. Sonra belə kömrə sexi qarıblar, nə qarıblar? Yəni bunlar imkan verilməyib ki, İslam dini haqqında, yəni bu Borçalı çökəndə və ya başqa yerdə də bir anlayış olsun. Mən elə öz adımdan müraciət elədim imkanlı şəxslərə, dini təşkilatlara. Yəni bizim kənddə də heç olmasa köməkdarlıq olar, 100% də olmasa, bir 30% köməkdarlıq olar. Bizim meçid də biraz abadlaşdırılır. Böyük də olmasa meçid olsun. Bəli. İnşallah ki, Allahın izni ilə Allah bir tərəfdən yetirər. Biraz Sucu ağanın özündən danışın, nəslindən danışın. Ümumiyyətlə, bəllidirmi, sizin nəsil Borçalıya, Gürcüstana, məsələ deyək, hardan gəlib? Bu haqda məlumat varmı? Bizim bildiyimizə görə, çox da dəqiq faktlara əsaslanmayaraq deyirəm ki, biz eşitdiyimiz şeylərdir bunlar. Bizim gəlişimiz, babalarımızın gəlişi İrandandır. Yəni, dinin təbliğatçıları kimi, təmsilçiləri kimi buraya qədəm açıblar, burada öz işlərini yerinə yetiriblər. Bəla qeyd elədim ki, yenə Sovetin vaxtında bizim babalarımız da, bizim nəsil də təsirə məruz qalıb. Siz dediniz təbliğə gəlib, yəni o bəzi seyidlər sürgün olunublar müxtəlif yerlərə, amma sizin babalarınız olmuyor. Təbliğatçı olublar, dini təbliğatçılar olub bizim, dinin, İslam dininin yayılmasına ömürlərini sərf ediblər. Bəli, bizim babalarımız olub. Bizim babalarım təbliğ üçün gəlib. Daha ki, bizim səccərəmiz var, indi biz siz onu göstərəcəyik sizə. Sürgün olmuyor bizim babalarımız. Şəcərədən nə yazır sizə məlumat verilib ümumiyyətlə? Valla bir qohumların, bizim o əksəli bıça bəxlə qeyd elədim ki, əksəli bıça bizim elə savadımız olmadığına görə. Yəni onların dediklərinə əsaslanaraq deyə bilərik ki, o səccərədə bizim yəni nəsildən nəslə keçməyimizin təsdiqidir. Yəni belə deyək ki, seyidliyimizin bir növ indi müasir dillə desək, pasportumuzdur. Hansı imama gedib sökənir, o da yazılıb qeyd olunub? İmam Rızıya. İmam Rızıya. Bəli, bizim kökümüz oraya. Dediyinə görə Bəli. biz İmam Mirzanın nəslindən Bəli. Yəni o şəcərədə elə qeyd olunub. elə qeyd olunub. Onlar İranda, onlar da belə sizi kimi savadlı adamlardı, oxudular. Dedilər ki, sizin İmam Rızanın nəslindən gəlməsiniz buraya. Siz oraya getsəniz, sizə böyük hörmət, böyük məsələn bildirərlər də ki, məsələn siz olsa çox gözəl olar. Bax belə bir şeylər bizə onlar danışdılar. Hal-hazırda Sucu ağanın kümbəzi varmı qəbir üstündə? Bəli. Allah sizdən razı olsun. Bugünkü gəlişinizə mən həqiqətən çox sevindim. Bu dini mövzuya toxunduğunuza görə, bizim ocağı ziyarət elədiyinizə görə yenə təkrar öz minnətdarlığımı bildirirəm. Və əlbəttə ki, yəqin ki, kümbəzin ziyarətini deyilərsiniz, çəkilişində görərsiniz inşallah. Atam öz atasıyla oradadır. Yəni, qismət elə getdi ki, ikisi bir yerdə dəfn olublar, bir yerdədirlər. Biraz istəyərdik ümumiyyətlə ya atanızın və ya qoca babanızın kəramətindən elə bir kəraməti olubmu ki, o bu ildə dillərdə danışılsın. Yəni bu haqda istərdik bizə bir belə deyək, bildiyinizdən bizə deyərdiniz. Valla indi elə çox deyəndə belə çox dərinliklərə gedə bilmərəm. Yəni bizim yaşımız az olduğuna görə, yəni elə tarixi faktlar elin dediyinə görə, elin dediyinə danışdıqlarına söykənərək demək olar ki, olubdur. Bəli, elə bir şeylər olub. Deyərdik, yəni o kəramətlərindən deyərdiniz. Hə. O kiçik qardaşım qeyd eləsin. Belə bir şey olub. Hasını danışım vallahi. Varsa Var, yəni babamın o suyunu qoy məsələsində deyə bilərəm. Yəni o vaxtı köhnə vaxtlar olubdu, imkansızlıq olub. Həşim babam nənəmi xanımcan nənəmə deyib ki, durun ploy bişir. Ürəyən ploy istəyir. Hə, aş dəmlə də, biz ploy deyir, indi onlar aş deyir. Nənəm gedib ki, axtarıb nə yağı olub, nə düyü olub. Gəlib deyib, Həşim, öydən nə yağ var, nə düyü. Nənəmə deyib ki, xanımcan, sən dur suyunu qoy. Bu müddət orada bir arada bir 15 dəqiqə zat çəkərmiş.
onda da dəvə karvanları şaqqıltısı səsi nəsə də onlarda olurmuş da. Olarmış da. Səslənə gəlir. Nənəm girişə çıxır ki, Həşim, dəvə karvanı gəldi. O vaxtda dəvə karvanı buraya gəlirlərmiş. Buradan məsələn o ticarət ondan yaranıb. Buraya gəlmiş, buradan dağılırmış da, haraya satılmış. İndi yəni o demək istəyir ki, ona agah olub ki, sən dur suyuna qoy. Allah Taala onun düyüsünü də, yağını da, məsələn onun xurmasını da, başqa şeylərini yetirəcək. Yəni bu seyid olduğuna görə dur sən suyunu qoy, bu bununla əməl. Bu söhbət danışılır burada. Yəni bir neçə dəqiqədən sonra da belə deyək, o gəlib, ondan sonra o aş dəmlənib. Sonrası da bu dediyiniz kimi bu dama girmək orada bizim nökərlər olub da o vaxtı saxlayılmışlar. Nə bilim mən deyim, kasıb imkansız adam nökər deyəndə pis çıxmasın bu. Yəni onlara seyidlərə kömək qulluqmu deyək, belə nökər kömək eləyirlər. Bəli, elə desək daha dürüst olar. Orada gecə gəlirlər, yeraltı damlar olmuş, oraya yatırlarmış ki, orada yaxın adam olub adını çəkməyəcək. Şıqqıltı gələndə Həşim babam ayılır. Ayılır görür ki, həmən yaxın adamın adamıdır. Yağı götürür küpədə. Qapıdan çıxmaq istəyəndə qapıyı tapa bilmir. Gedir o qədər küpüyü qoyur, geri gələndə qapıyı tapırmış. Sonra böyründəkinə deyir ki, get filan kəsə deyilən ki, qapı bu tərəfdədir, çıxsın getsin də mən görməyim. Belə bir əhvalatlar olub. Bax bu forma olub. Sonra da Ondan sonra deyəsən o nəsildən bura həmişə yox, o ayrı onu mən danışacağam. Babalarımız o vaxtda qışda mal qoyurma kimi erkəklər saxlayırlarmış. 2 dənə bunların gözəl bir erkəkləri olub. Həm qurban kəsilmişlərmi, yoxsa qorumamı bişirmək üçün qışdığa. Belə kökəldırlarmış olar. Oradan bizdə olan adamın biri deyir ki, hay düşür ki, erkəkləri apardılar. Apardılar, bizim yaxın, burada yaxındır. Hay düşür, onda əmmilərim də cavan ilarmış. Tərpənirlə gedir, atam çox balacıymış orada. Bizim qonşu yaxınlığında tuturlar. Tuturlar deyən nətər, hay düşən kimi bu erkəkləri buraxır, körpü var, körpünün altına girir. Körpünün altına girəndə əmlərim bunları daşlayır, eləyir. Bizim qonşu Hasan kişi vardı, Allah rəhmət eləsin. O deyir ki, adam da seydə dolaşarım. Bu sözü körpünün altında adam eşidir. Eşidir, çıxır. Ona kimi Həşim babam deyir ki, bala, bizimki bizdə gəlin gedək, bunun Allah uğrunu xeyir eləsin. Bu da çox gözəl bir oğru, popülər oğru olur. Dəyişən burada indi burada bir nəsil saxlanıdır. Onların böyük sürüləri olurmuş. Həşim babam buna deyir ki, getsin oğru xeyir olsun. Buradan çıxan kimi gedir, sürünün yarısını aparır gedir. Yəni burada Seyid deyir ki, bunun oğru xeyir olsun. Sürünün yarısını aparır gedir. Sonra savaqsı gedir bu öz kəndlərində deyir ki, mən belə bir səhvə yol vermişəm. Mənə dedilər ki, adam da Seyidə dolaşarım. Deyib deməzsəm, sən elə bir Seyidə dolaşıbsan ki, sən onun adam elə uğurluğa gedərmi həyatına? O pişindən başına adı, bu da ağsaqqalları yanına alır, gəlirlər. Həşim babam görür, gəlir ağa, məni bağışla, mən sənə. Deyib, yox, mən səni bir şərtlə bağışlayacağam. Sən o adam, səni kim göndərib, buraya göndərib, son adamın adını deyərsən, mən səni bağışlayacağam. Bu şərtin o Həşim babam onu deyib, adını deməyəcəm, bu gizli qalsın. Ondan sonra Həşim babam onu bağışlayıb. O kişi, Allah rəhmət eləsin ölənlərimizə, ölən bir gününə kimi, mənim çox da yadım, körpə qardaşım məndən böyükdür. Ölən bir günə hər bir erkək gətirirdi, bağlayırdı ki, kəsmirdi onu. Buraya nəzir verirdi ki, mənim səhvimə görə mənim balalarıma Seyidin cəddi göstərtməsin onlara. Zərər dəyməsin. Bax, belə şeylər oldu. Yenə deyirəm, öz adımdan, bizi istəyənlərin, bizim təkəri cəmaatın adından öz minnətdarlığımı bildirirəm ki, bu gözəl proyektdə ilk addımınızı atırsınız. Allah uğur eləsin, düşərli olsun. Sizin bu çəkilişdə həmişə efir üzü, işıq üzü görsün.
və sözünüz kəsərli olsun. Sağ olun. Çox minnətdaram. Sizin İslam Media kollektivinə də öz təşəkkürümü bildirirəm. Sağ olun. Şükürlər olsun. Çox sağ olun. Mən sizə təşəkkürümü bildirirəm. Minnətdarıq İslam Media televiziyası adından ki, evinizdə bizi qonaq elədiniz. Belə deyək, Allah sizin ocağınızı şen eləsin. Allah sizi var eləsin. Əziz tamaşaçılarımız, Suza ağanın evlatları ilə gözəl səmimi söhbətdən sonra bu kəndin tarixi ilə maraqlandıq. Bizə kəndin ağsaqqalı olan Pəhlivan müəllimin məlumatlı olduğunu söylədilər. Elə biz də yol aldıq Pəhlivan müəllimin evinə. Hörmətli tamaşaçılarımız, biz artıq belə deyək Təkəli kəndində gəzintimiz davam eləyir və hal-hazırda isə biz Təkəli kəndinin tarixi ilə maraqlandıq və bizə dedilər ki, bu elin ağsaqqalı Pəhlivan müəllim bizə bu haqda dolğun məlumat verə bilər. Elə məhz Pəhlivan müəllimin evinə qonaq gəldik, hal-hazırda elə onun yanındayıq. İnşallah onun dilindən biz bu kəndin, bu elin tarixi barəsində söhbət eləyəcəyik. Xoş gördük. Sağ olun, çox sağ olun. İstəyərdik, Allah razı olsun, özünüzü tamaşaçılarımıza təqdim eləyərdiniz. Əhmədov Pəhlivan Məhəmmədoğlu 1908-ci ildə anadan olmuşam. Atam Məhəmməd Əhmədoğlu ömrü boyu çoban olub. Ölənə qədər də çobanlıq, mallım, heyvanla yaşayıb. Özünüz ümumiyyətlə oxumusunuzmu, təhsil almısınızmı? Ekonomistəm, mənim tarixim 31 il bu kənddə buhalter olmuşam, brigadir olmuşam. Kənd Zərba Tədarükü Nazirliyində işləmişəm. 31 ilə yaxında Komünist Partiyasının üzvü olmuşam. Kəndin tarixini də, elini də, gününü də lap yaxşı tanıyıram. Kimi də deysəniz, məlumat verə bilərəm. Özünüzün hal-hazırda neçə yaşınız var? Mənim bu saat hal-hazırda 76 yaşım var. 1908-ci il yanvar ayından olmuşam. Biz bura sizin evinizə əsasən məhz bu elin, bu kəndin tarixi ilə maraqlandıq və bəli, bizə də dedilər ki, siz də bizə daha dolğun məlumat verə bilərdiniz. Biraz deyərdiniz, məhz bu kəndə ilk gələnlər hardan gəldiyi barəsində məlumat varmı? Bu Kəndin tarixi məlumatları budur ki, bu kənd 3 kənd olub, burada da var bu kitabda. Baraqlı, Çələbi Yediyarlı, bir də Təkəli kəndi. Sonra 2 qalxoz idi. Qalxozda balaca kənd olduğuna birləşdirdilər, bir qalxozda ayırdılar. 50-ci ildə də biz Qaçağan kənd Qaçağana qarışdıq. Həsən əvvəl direktor olduq. 82-ci ildən də ayrıldıq, ayrı salxoz olduq. Hal-hazırda da indi torpaqlarımız ayrıqdədir, xalqdadır, istifadə edilir. Deyirlərmi, məhz nəyə görə bu kəndin adı Təkəli, yəni Tək Əli adı verilir? Mən ümumiyyətcə güman edirəm ki, buraya yəqin ki, tarixi mənbələrdən belə görülür ki, tək adam olub, adı Əli olub, elə gəlib düşür, ona Təkəli deyirlər. Amma bu 3 kənd olub, 3 balaca kənd olub, Çələbi Yediyarlı, Baraqlı, bir də Təkəli kəndi. Sonra bu üçünü birləşdirib bir qalxoz qayırıblar. Qalxozdan sonra da Qaçağana qatdılar. Qaçağından sonra da biz ayrıldıq. Ayrı salxoz olduq. İnkişaf elədik. Bu belə deyək, kəndin məşğuliyyəti əvvəllərlə bu gün arasında çoxmu dəyişib? Kənd zərbatıyla, heyvandarlıqla. Burada sənaye obyekti heç bir şey yoxdur. Kəndçiliklə, heyvanla, malla, əkinlə, tikinlə məşğul olan xalqıyıq. Elə həmən gündə də gedir. Bizim verilişimiz bilirsiniz, verilişimizin adı dəyərlərimizdir, dəyərlərimiz verilişidir. Maraqlıdır bizə, ümumiyyətlə bizim əvvəlki, sizin az ömür sürmüyübsünüz, 80 ilə yaxın artıq ömür sürübsünüz. Əvvəlki dəyərlərimizlə bugünkü dəyərlərimizin arasında çoxmu fərq qalıbdır? Çoxmu dəyərlərimiz itirilib, belə deyək, adətlərimiz, ənənələr? Adətlərimiz deyəndə vaxtı ilə heç burada qoymurdular ki, bir dənə kəlmə şəhadət deyəsəm, ölüyü elə bir tərəf aparıb dəfn edib bastırdılar. İndi şükür Allaha, təzə hökumətimiz Gürcüstanın da, Buranın da, Borçalın, Marnolun da xalq rahatlıqla öz işinlə məşğuldur, ölüsünü də rahatlayır, urvatlayır.
mollası da var, kəndin axındı da var. Amma hal-hazırda bizim meçid bərbad haldadır, dağılıb itibdir. Təmir olunmağa da böyük ehtiyacı var. Buna da indi görək, əlavə təşkilatlar və ya cəmaət kömək eləsə, bu işi də təşkil eləməyə borçluyuq. İnşallah, inşallah Allah bir yerdən qapacaq Allahın izni ilə. Qaldı bu kəndin böyük qabaqdan da, əvvəldən də bu Həsən bəy Yediyarov bu 5 rayonun vayankomatı olubdur. Həm də su bu kəndin içindən 17 kilometr gedən suyu öz pulundan çəkdirib, qış, yaz, yay Qasımlı Nəğəməddinin altından yeraltı sudur gəlir. Heç bir kanaldan götürmür həmən bu kanal. Bu gələn su. Qış, yaz, yay gəlir. Biz su sardan heç bir əkin sahəsindən heç bir çətinliyimiz yoxdur. Bulaq da qaçrat idi, qaçratdan sonra da bulaq yerdilər, çəkmişik. İndi yenə də əlavə bulaqlar çəkirlər. İşıq qayırılıb, yaxşıdır. Qaz da çəkilib, indi istifadə olunur. Hökumətimizin yol da hazırdır, yol yaxşı vəziyyətdədir. Bizim, bəli, müəllim, biraz bu toylarımız, məsələn, adətimizdən, ənənədən danışdıq. Deyim, toylar bu saat qabaqdan kəşflıq idi. İndi biraz xalq irəli gəlibdir. Qapı ilə, bacı ilə, işləməklə filanla. Toylar eləyirlər. Vaylar da ki, yenə öz qaydasında dəfnə. Fərq çoxdur mu? Məsələn, o zamanlar biraz, mən deyərdim, əvvəlki toylarda biraz kişi, qadın məclislərində abır həyayla qorunardı, saxlanardı. Amma bugün varmı o şeylər? Arvadlar ayrı oturur, kişilər ayrı oturur, xörək, yaş xörək verirlər. Kişilər də yeyir, arvadlar da yeyir. Qoruyub saxlayıblar. Saxlayıblar, bəli. Yaxşıdır. O barədə çox yaxşı nəticələr var. Məsələn, indi daha qabaqdakı içim, piyan olum, zad olum, elə şeylər yoxdur. Yumurvarı, mineral sularla, yumurvarı, şərablarla yola verirlər. Yaxşıdır, zərəl yoxdur. Çox yaxşı gedir. Çox sağ olun müəllim, bizə belə deyək, maraqlandığımız suallarımıza cavab verdiniz. Başqa ürəyinizdə olan nəsə demək istədiyiniz? Mənim sözüm ki, əsas bu kənd cəmaəti üçün bu meçidi müəyyən təşkilatlar köməyi dəysə təmir etmək lazımdır. İstəyərdik son olaraq da bizim televiziya vasitəsilə tamaşaçılarımıza və eləcə də xüsusən gənclərə bir ürək sözləriniz. Onu arzulayıram ki, gənclər boş gəzməsinlər, işləsinlər, çörək pulu qazansınlar, ailəsini dolandırsın. Müəyyən işlərlə, hansı ki, qaznoya, maznoya keçməsinlər, pullarını, öylərini, ailələrini xarışlasınlar. Mən bunu məsləhət görürəm cavanlarımıza. Yoxsa birinin əlinə pul keçir, apar qaznoya qoyur, uzar, bəri gəlir. Ailəsinin çörəyini belə batırır, qalır aş. Ondan sonra da qaçır, kredit alır, qaçır. İşləyə bilmir, pulu verə bilmir, faizini verə bilmir. Bunu mən məsləhət görmürəm gənclərimizə. Gənclər işləsin, zəhmət çəksin, ailəsini dolandırsın. O pulu ailəsinə xarışlasın. Niyə gedib o qaznoda kiməsə versin, kimsə cibinə doldursun, köndələn gitsin. Və mən gənclərimizə bunu məsləhət görürəm. Mən şəxsən 20 yaşından bu Walter işləmişəm, 60-60-cı ildən. Tadım 90-cı ilə qədər. İndi görün, neçə il eləyir, bax ki. Mən partiya keçmək üçün mənim keçirmədilər ki, sən fəhlə döysən, səni götürmürük. Çıxdım bir qədər işlədim, 4 il. Məcburiyyət qarşısına qaldım. Partiya keçdim. İndi o zamanki siyasət elə idi. Partiya keçməsəm, sözünü də keçmirdi, özünü də saymırdılar. Keçdim partiya. 31 ildə Komünist Partiyasının üzvü olmuşam. Axırda onu da Qarbaçov atdı, tulladı. Çıxdı da vardı, getdi. İndi əlbəttə yeni partiyalar var. Bunlar da bizim gələcəyimizdir, inkişafımızdır. Mən onlara da böyük ümidlər bəsləyirəm ki, gələcəkdə Gürcüstan böyük inkişaf şəraitində irəli çıxacaq. Və itirilmiş torpaqlarımızı da geri alacağıq. Abxaziyada, Osetiyada, müəyyən sahələrimizdə. Mən bunu arzulayıram. Gürcüstan xalqına. İnşallah. İnşallah belə deyək, torpaqlarımız bütöv olar, millətimiz də sülh şəraitdə yaşayarlar, inkişaf eləyərlər. İndi
Qaqrı, Abxaziya kurortunu yerdi. Bizim xalq gedənmir. Gürcistan xalqı gedənmir. Gəlir başqa yerlərdən, orada dincəlir, biz gedənmirik. Amma özümüzdə olsa, Gürcistanda olsa gedərik də, gələrik də. Çox sağ olun müəllim. Allah sizdən razı olsun. Təşəkkürümüzü bildiririk. Həm evinizdə qonaq elədiniz və həm də bizə lazım olan suallarımıza cavab verdiniz. Çox sağ olun. Bəli, əziz tamaşaçılarımız, Təkəli elinin ağsaqqalı Pəhlivan müəllimlə sağollaşıb, üz tuturuq gedəcəyimiz növbəti ünvana. Dəyərli tamaşaçılarımız, dəyərlərimiz verilişi Təkəlidə davam eləyir və bizim belə deyək, bu kənddə gəzintimiz zamanı maraqlandıq, bu kəndin şairi, yazısı varmı? Və bizə də dedilər ki, bəli, bu kənddə şair də var və elə biz də hal-hazırda o şairin evinə yaxınlaşırıq. İnşallah şairin evində onun özünlə həm tanış olub, həm də söhbətləri eləyəcəyik. Hörmətli tamaşaçılarımız, biz bayaq da qeyd etdiyimiz kimi məhz bu Təkəli elinin gözəl şairinin evindəyik, Salman müəllimin evindəyik. Və Salman müəllim də yanımızda əyləşibdir, öz evində bizi qonaq eləyir. İnşallah onun öz dilindən onun özünü tanıyaq və ondan sonra inşallah bir yenə söhbətimiz olar. Salman müəllim, xoş gördük. Xoş gəlibsiniz. İstəyər özünüzü tamaşaçılarımıza təqdim edəsiniz. Mən bu kəndin ziyalılarındanam. Məmmədov Salman Mollaoğlu gedir adım. Bir 10 il bu kənddə iqtisadçı işləmişəm. Ondan qabaq da Bakı şəhərində işləmişəm. 83-cü ildən bu kənddə yaşayıram. Cavan vaxtımdan düz iqtisadçı olmağına baxmayaraq ədəbiyyatla çox maraqlanmışam, tarixlə maraqlanmışam. Onunla əlaqəli də elə cavanlığımdan şeirlə çox maraqlıydım, şeir yazırdım. Sonradan da bu şeirləri düz onda cavanlıq ideyasına, yaşlandıqca daha geniş şeir üslublarına keçdim və şeirin hər bir növündən istifadə etməyə çalışdım. İndi də nə bacardığımızı eləmişik. Əsasən bilmək istəyərdik, şeirləriniz hansı üslubda, hansı mövzularda yazırsınız, yəni şeir? Əsasən mənim yazdığım çox şeir növlərindən istifadə edirəm. Ən çox aşıq şeir üslubuna, qoşma üsuludur, gəraylıdır, müxəmməsdir. Ondan sonra ustadnamələr yazıram, divanı yazıram. Belə şeirləri daha çox sevirəm. Çünki bizim bu eldə bu şeir üslubuna böyük ehtiyac var. Çünki başqa şeir üslublarında biz aşıq təbli olduğumuza görə o qədər maraq olmur. Ona görə də ən çox maraq elə bu üslubdadır. Bizim yazdığımız da elə əsasən qoşma, gəraylı, müxəmməs, divani, belə şeirlər yazırıq. Ümumiyyətlə, gənc yaşınızdanmı məhz siz şeir yazırsınız, yoxsa hansı yaş təbəqəsindən sonra başlayıbsınız? Əsas şeir yazmağım orta məktəb həcmindən yazmışdım. Lap cavanlığımdan yazırdım. Onda düzdür, o dərəcədə belə, indiki dərəcədə düşüncəmiz az idi da, cavanlıq həddi idi. Bəli, indi son vaxtlar boş vaxt çox olduğuna görə elə bil ki, bu daha çox geniş vüsət aldı bizdə və başladım şeirlərdən çox geniş istifadə eləməyə. İndi o bizim əlbəttə ki, tamaşaçılarımıza da maraqlı olar yazdığınız şeirlərdən təbii ki, birazdan inşallah səsləndirərsiniz. Kitabınız çıxıb bu vaxta bilərdik. Bir kitab balaca bax belə broşura şəklindədir. Ürək yanğıları adlanır. Bu çıxıbdır, az həcmdədir. Ancaq indi növbəti 2 kitab hazırlamışam. Onun biri yenə şeir kitabıdır. Kitab adlanacaqdır. Günəş dağılmasa sönməz bu dünya. İkinci bir kitab, keçmişimiz, bugünümüz, bax bizim bu kəndin tarixi haqqında yazmışam orada, o kitabı. İndi həmən o keçmişimiz, bugünümüz Bakıda pusat hazırlanır. Yaxın vaxtlara inşallah o çıxacaqdır. O tarixi bu kəndin, belə deyək, elə biz ən çox maraqlandığımız mövzulardan biridir ki, kəndlərimizin də həm də tarixi ilə maraqlanırıq. Hansı əsasən nöqtələrə diqqət edirsiniz o kitabda, biraz məlumat verərsiniz? Bu Təkəli kəndi özünüz bilirsiniz, çox qədim kənddir. Bu Təkəli kəndinin adı Təkə tayfalarından bağlıdır 1071-ci illə. Hansı ki, Təkə türklərin
Altaydan başlayıb Kiçik Asiya gəlişi, Malazgirt yürüşü deyirlər tarixdə bu yürüşə və gəlməkləri ilə bağlıdır. 1071-ci ildə həmən tayfalar bax bu ərazilərdən ötə-ötə gedib indiki Türk ərazilərinə çatıblar. Belə o zamandan da bu kəndlər burada bərpa olunubdur. Çox böyük tarixə malik kəndlərdir. Hələ bizim kənddə olan elə demək tarixi abidələr var ki, inanın ki, əsl türklərə mənsub olan, lazım olan o abidələrdir. O cümlədən daşdan hazırlanmış qoşlar. Laf çox idi vaxtilə, onu vaxtilə uşaqlar da sındırdılar, başqa millətlər gəldi sındırdı. Hal-hazırda ondan bir neçəsini qoruyub saxlayırıq. Çox gözəl tarixi, onun həm gözəl görünüşü var özünün, həm də çox böyük tarixi var. O da həmən türklərlə bağlıdır. 1000 illikdən də artıq bəlkə onun yaşı var. Çünki onun üstündə olan o yağışdan, o hava şəraitindən gedən o proseslər təsdiqləyir ki, həqiqətən 1000 ildən çoxdur onun ömrü. Hər hansı yazı varmı ya yanında, üstündə? Xeyr, onun yazıları bütün pozulub. Çünki aşılanma ilə əlaqədar 1000 illik dövrdə elə qanla orada bir şey qalmamış olar. İndi orada qəbir daşları var idi. 1412-ci il ayda olan daşı onu yaxınlarda Rusiyadan gəlmişdilər. Çəkdirdim mən. Çox böyük tarixdir. 1400-cü il bundan qabaq olan qəbir daşı burada bu ərazidə. Bax belə, o cümlədən bizim bu kənd ətrafında bir qəbirstanlıq var, ona Bərəhli qəbirstanlığı deyirik. Onun ətrafında böyük qazıntı işləri getdi. O da 6-cı, 7-ci əsrə aid olan oradan tapıntılar çıxdı. Bu dəqiqədə onun tullantıları orada var. O cümlədən 12-ci, 13-cü əsrə aid olan türbə çıxıb orada. Bizim kəndin axunduzadə hamısı yaxşı bilirlər o türbənin harada yerləşdiyini və orada 4 qəbir var. O qəbirlər də yenə hamısı durur. O hamısı İslam qanununa mənsub olan, hazırlanmış. O türbənin girişində, pilləkənlərlə aşağı düşəndə yuxarı hissəsində ay və ulduz orada həkk olunmuşdur. Bax belə tarixi çox qədimli olan. Çox sağ olun müəllim. Görünür ki, oradan da tarixdən də geniş məlumatınız var. Düzü biz bilmirdik, yəni tarixlə bağlı. Biz ancaq sizi şair kimi tanıdıq, bu qapıya gəldik, bu həyətinizə gəldik. İstəyərdik, bayaq dediyimiz kimi əvvəldə qeyd etdik, şeirlərinizdən bizə məsələ istər bir qismi o bayatlardanmı deyək, onlardan bizə birini deyərdi. Sonra da inşallah bir dənə də dini şeirlərinizdən bizə səsləndirərsiniz. Qonaq sevən dud çörəkli, ay borçalı yurdum mənim. İnsanları mərd ürəkli, ay borçalı yurdum mənim. Dağlarının başı qardır, hər bir yanım bağça bağdır. Səndə cənnət ətri vardı, ay borçalı yurdum mənim. Bulaqlarda gözüm qaldı, kabab çəkdim közüm qaldı. Ellərində sözüm qaldı, ay borçalı yurdum mənim. Qeyrətlidir oğlun, qızın, çox qədimdən çalınır sazın. Salman çəkər hər bir nazın, ay borçalı yurdum mənim. Sağ olun. Çox gözəl. O dini şeiriniz var idi, istəyərdik. Onu da bizə bir səsləndirər. Bu bizim mərhum şair var, Kinəç Muğanlı Vahid, Allah ona rəhmət eləsin. O yazmışdı mənə bir divani. O yazmışdı ki, insanoğlu nəyə layiq? İran Turandan yazaq. Vacib budur, zikr eləyib göydə durandan yazaq. Məhəmmədin hümmətiyəm, səlavət çəkdim üzə, şəriətdən, təraqətdən, dindən, Qurandan yazaq. Nəzər salaq nəbimizin keçdiyi yollara biz. Kim haçan getmişdi meraca qaydaq dallara biz. Kimə, nəyə suvar oldu bir baxaq onlara biz. Kəbə evini tikib Qurandan yazaq. Haqdan neçə aya gəldi hansı xalqın dilində, qiblə haçan dəyişirildi ərz eləyək sirində. Əl-Aqsanı kim yandırdı, harda, nəyin yerində, həm Kirənçli Vahid kimi boynu burandan yazaq. Bu şeir belə yazılıb gəlmişdi. Mən də ona cavab yazdım ki... Yəni şair Vahid müəllim sizə suallar verir şeirin içində. Mən də cavabında belə yazdım ki, dostlardan buyruq belədir, dünya sirindən yazaq. Zikr eylədi İsa, Musa, İncil, Qurandan yazaq. Müsəlmanam, bismillahlə səlavət çəkdim üzə, lazımdırsa elimdən, dindən, imandan yazaq. Yazdım ki, 124 min nəbi də düz yol seçdi insana, Məhəmməd getdi merəcə 40 yaşında bir ana. İsmailə suvar oldu, əvəzində qoç fəna, Kəbə evini tikən İbrahim Xəllatdan yazaq. Çox sağ olun.
Müəllim, Allah sizdən razı olsun. Həm evinizdə qonaq elədiniz, həm də gözəl şeirlərinizdən bizə səsləndirdiniz. Biz sizə uğurlar arzu edirik. İnşallah yeni kitablarınız işıq üzü görər. Biz də onları oxuyarıq və sizin şeirlərinizdən də belə deyək, feyziyab olarıq. Sizə təşəkkürümüzü bildiririk. Allah ocağınızı şen eləsin. Sağ olun. Çox sağ olun. Bax belə, hörmətli tamaşaçılarımız, beləcə Təkəli kəndinin gözəl şairi olan Salman müəllimlə də şirin söhbətimiz sona yetdi. Elə Təkəli elində gəzintimiz də burada sona çatır. Gələn verilişlərimizdə yenə ellərimizin və kəndlərimizin dəyərləri sədası ilə görüşmək ümidi ilə sizinlə sağollaşırıq. Sağ olun, Allaha əmanət olun.